Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda 4 otaqlı, çox gözəl bir zövqlə tikili həyət evi satışdadır. Evin də torpağında sənədləri tam qaydasındadır, notarial qaydada alğı-satqıya gediləcəkdir. Bu evin üst görünüşü belə bir geniş həyəti qalıbdır, hündür kürsülüdür, geniş bir zirzəmisi var. Evin üst görünüşünü daha belə göstərim və həyətində də göründüyü kimi ağaclar əkilibdir, daş döşənib, geniş bir həyəti var ki, 200 maşın rahatlıqla həyətinə yerləşir və həyətinə də göründüyü kimi çılçıraqlar da vurulubdur. Bir daha evin üst görünüşünü göstərim. Ev göründüyü kimi kürsülüdür, fundament qarkaz betonludur, beton kəmərlidir. Dörd bir tərəfi qoşa daşla tikilib. Burası isə bax belə bir geniş zirzəmsi var ki, və otağın da burada zirzəmdən 2 metrədən hündürdür. Zirzəmisi bax buradan da otağın altına da evlərin alt hissəsinə də keçməyə yer saxlanılıbdır. Beton döşənibdir və göründüyü kimi də hər bir şey bax burada çox gözəl görsənir. Gözəl zövqlə tikili bir həyət evidir. İndi isə evin içərisi ilə tanış olaq. Evin içərisinə keçdikdə belə bir geniş dəhlizi, otaqların hər biri döşəməsi istilik sistemidir. Belə bir çox gözəl, geniş dəhlizi var. Burada bax belə bir geniş ayna qoyulubdur. Və bu sol tərəfdə belə bir zal otağı. Çox gözəl zövqlə təmir olunubdur. Çox səliqəli iş görülübdür bu evdə. Kondisioner sistemi xətti çəkilibdir. Kondisioner üçün yer bax burada hazır vəziyyətdə saxlanılıb. Ev çox gözəldir, səliqəlidir, çox gözəl təmirlidir, sənədlər qaydasındadır. Yəni sadəcə olaraq videoda belə göstərirəm evi. Otaqların hər birinə gün işığı düşür. Burada artıq bir söz deməyə ehtiyac yoxdur. Hər şey göz qarşısında. Döşəmə qeyd etdiyim kimi dəhliz otaqları döşəmələri istilik sistemidir. Burası digər bir yataq otağı, üçüncü bir yataq otağı və bir də onu qeyd edim, burada belə bir mətbəxi də var ki, mətbəx də göründüyü kimi metlaq döşənibdir. Geniş bir pəncərəsi var. Mətbəx mebeli üçün də yeri hazır vəziyyətdə saxlanılıb. Və sonuncu göstərəcəyim yerdə hamam otağıdır ki, metlaq kafellidir. Duş kabin yeri saxlanılıb. Burada da döşəmə istilik sistemidir. Qeyd etdiyim kimi sənəd qaydasındadır. Evin başlanğıc qiyməti 128.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır.